Edək. Biz qalmışdıq orada madan şəkilçi və madan şəkilçidə qalmışdıq. Video kəsildinsə davam edək. Demişdik ki, madan hərəkətin zamanını, tərzini, şərtini də bildirə bilər. Məsələn, dərsini hazırlamadan şərtdir. Çünki həyat şərt qoyur ki, yəni sən dərsini hazırlamasan, həyata düşmə. Burada madanı masan, yəni masan şərt şəklində əlavə edib yaza bilərsən və oradan tapa bilərsən ki, dərsini hazırlamasan və yaxud hazırlamadan məsələn həyata düşmə. Sonra kitaba baxmadan cavab verdin. Nə vaxt, necə, nə cür, nə tərzdə tərz bildirir. Sən gəlmədən nə vaxt, nə zaman bütün işləri görmüşəm sən gəlmədən. Sonra bir də mas şəkilçimiz var ki, bişər, bişməz, eyni sözü artırılır. Məsələn, açılar, açılmaz, bişər, bişməz, gələr, gəlməz və s. Sonra dıqca, oxuduqca, dıqca şəkilçimiz var. Sonra dıqca şəkilçimiz var, unca şəkilçimiz var, arkan şəkilçimiz var. Sonra dıqdadır, andədir, mışdır. Və bu keçmiş zamandakı, məsələn, keçmiş sözündəki mış şəkilçini anda, əndə şəkilçisindən də əvəz edə bilər. Məsələn, gecədən xeyli keçəndə o gəldi. Burada da asanlıqla deyə bilərik ki, burada mış şəkilçisi feili bağlama şəkilçisidir. Sonra nəqli keçmiş zamanın ıb şəkilçisi özündən sonra şəxs şəkilçisini qəbul edir. Yəni biz ıb şəkilçisi, nəqli keçmişin ıbı yoxsa feili bağlamın ıbı olduğunu bilmək üçün bunları məsələn necə tapmaq lazımdır? Əgər şəxs şəkilçisi qəbul edərsə, məsələn şəxs şəkilçisi qəbul edərsə nəqli keçmiş zamandır. Şəxs şəkilçisi qəbul etmirsə deyirik ki, feili bağlamadır. Məsələn deyirik ki, şəkilə baxıb kövrəldi. Çünki bunu deyə bilmərik. Şəkilə baxıbdır, kövrəldi deyə bilmərik. Feili bağlama şəkilçisidir, amma məsələn o dərslərini yetiribdir. Şəxsə görə dəyişə bilirik və deyirik ki, nəqli keçmiş zamanın şəkilçisidir. Yəni nəqli keçmiş zamanın ıb formasının ıb şəkilçisidir. Sonra tərkiblər haqqında məlumat verək. Demək, demişdik ki, təsvirlənən feilindən təsvirlənməyən feilinin fərqli xüsusiyyətlərini deyəndə dedik ki, təsvirlənən feillər tərkib əmələ gətirmir. Ancaq məsdər, feil sifət, feil bağlama bunlar tərkiblər əmələ gətirir və tərkib əmələ gətirir və mürəkkəb bir cümlə üzvü şəklində olur. Məsdər, feil sifət, feil bağlama cümləndə özündən əvvəl gələn sözləri hər hansı bir sözləri birləşdirərək tərkib əmələ gətirir və cümlənin bir üzvü olur. Feilin təsvirlənməyən formalarından əvvəl heç bir söz işlənməyibsə, deməli tərkib yaratmayıb. Yaşamaq gözəldir. Baxaraq, yaşamaq sözündən əvvəl heç bir söz işlədilməyibdir. Deyirik ki, burada yaşamaq tərkib əmələ gətirməyibdir. Mənalı yaşamaq gözəldir. Burada mənalı sözü hansına aiddir? Yaşamağa aiddir. Özünə tabi edibdir. Ona görə deyirik ki, bu cümlə məsdər tərkibidir. Və tərkibi müəyyən etmək üçün əsasən təsvirlənməyən feilin əvvəlindən gələn sözü cümlənin xəbəri ilə məna və qrammatik cəhətdən əlaqələndiririk. Nə deməkdir məna və qrammatik cəhətdən əlaqələndirir? Məsələn, burada cümlə var ki, deyir ki, mənalı yaşamaq gözəldir. Mənalı gözəldir xəbərimizlə əlaqələnmir. Demək, mənalı yaşamaqla əlaqələndiyinə görə deyirik ki, bunlar tərkibdədir. Əgər mənalı sözü gətirib, məsələn, hər hansı bir xəbərlə əlaqələnirsə, biz ona deyə bilmərik ki, burada tərkib yaradıbdır. Cümlənin mənili əgər əlaqələnsə tərkibə daxil deyil. Məsələn, dediyim kimi əlaqələnsə tərkibə daxil deyil. Əlaqələnməsə tərkibə daxildir. Məsələn, burada nümunələr də veribdir ki, mən qonaqlar gələndə gedəcəyim. Mən sözü, məsələn, burada üç sözü biz bunu tərkib götürə bilmərik. Niyə? Çünki mən sözü qonaqlar sözündən əlaqələnibdir. Mən gedəcəyim. Mən sözü gəlibdir, əsas feillə əlaqələnibdir. Qonaqlar gedəcəyim deyə bilmirik. Qonaqlar gələndə olur. Qonaqlar gələndə biz gedirik. Qonaqlar gedəcəyim sözü, yəni gedəcəyim feillə əlaqələnmir. Ona görə mən sözü yox, amma qonaqlar gedəndə burada tərkib əmələ gətiribdir. Sonra bəzən elə olur ki, məsdər, feili sifət, feili bağlamanın əvvəlində gələn söz həm onunla, həm də xəbərlə əlaqələnir. Bu zaman həmin sözün tərkibə daxil olub olmadığını əlaqəsinə əsasən müəyyən etmək lazımdır. Məsələn, deyirik ki, bizə gələnlər şəhərə getdilər. Bizə gələnlər şəhərə getdilər. O cümlədə bizə sözü həm xəbərlə bizə getdilər,
həm də fe'li sifətlə bizə əlaqələnir. Bu sosiyyətə baxaq. Bizə sözdə hansı sözlər bircə işləniləndə cümlədə ifadə olunmuş fikir tam olur. Bizə gəlmiş qonaqlar var idi. Bizdə idilər. Artıq şəhərə getmək istəyirlər. Yəni bizdən çıxıb şəhərə gedirlər. Yenidən bizə getmirlər. Çünki bizdədirlər. Yenidən bizə necə getsinlər? Demək bizə sözü fe'li sifətə tabedir. Tərkib əmələ gətirir. Yəni deyir ki, burada bizə sözü getdilər sözünlə də əlaqələnə bilər, gələnlər sözünlə də əlaqələnə bilər. Amma məna getdilərlə əlaqələnəndə məna uyğunluğu olmur. Onlar bizə gəlirlər və bizə gələndən sonra şəhərə gedirlər. Yəni bizə gəlib bizə getmirlər. Ona görə deyirik ki, bu bizə gələnlər fe'li sifətindən əlaqələnibdir və tərkib əmələ gətiribdir. Sonra frazoloji birləşmələr tərkib, təklikdə məstərdir, fe'li sifətdir, fe'li bağlama şəkillərinin işlədilməsi tərkib yaratmır. Məsələn, ağıl başında gələndə bu hamısı frazoloji birləşmədir, tərkib yarada bilmir. Amma onun ağıl başında gələndə olarsa, əgər bunun qabağına onun sözünü artırarsa, onun ağıl başında gələrsə, onda bu cümlədə deyirik ki, tərkib əmələ gətiribdir. Fe'li bağlama tərkib əmələ gətirmişdir. Sonra qeyd elədik bunu. Əgər cümlənin əvvəlində müstəqil söz gələrsə, onunla əlaqələnərsə, tərkib yarada bilər. Sonra ol, et, bil köməkçi sözləri də fe'l vəzifəsindədirsə, məstər, fe'li sifət, fe'li bağlama şəkilləri ilə işlənməsi tərkib yaratmır. Məsələn, insan olmaq bu fe'l vəzifəsindədir. İnsan olmaq bir mürəkkəb fe'ldir. Yəni bu mürəkkəb fe'l olduğuna görə biz deyirik ki, bu tərkib yaratmır. Çünki bu özü bir sözdən ibarətdir. Məstər ol fe'linə artırılıb və insan olmaq mürəkkəb fe'li əmələ gəlibdir. Ol fe'li köməkçi fe'l olduğu üçün məstər tərkibi yox, sadəcə məstər işlənibdir. Amma bunun tərkib olan variantı da var. Məsələn, ol, et, bil köməkçi fe'l vəzifəsindədirsə, əvvəlində ona aid müstəqil bir söz gəlmiş olarsa, bu zaman tərkib yaradır. Məsələn, insan olmaq dedik mürəkkəb fe'ldir, amma yaxşı insan olmaq əvvəlinə müstəqil mənalı bir söz gəlibdir və bu ikisi birlikdə, yəni bu da bir söz deməkdir, bu da bir söz deməkdir. Ona görə bu tərkib yaradıbdır. Sonra davam edək. Ol, et, bil sözləri qeyd edəcəyimiz müəyyən mənaları ifadə edərsə, nəsə demişdir ki, ol yaşamaq mənasında, var olmaq mənasında, et, etmək, məsələn, yerinə yetirmək mənasında, bil məlumatı olmaq mənasında müstəqil işlənir. Yəni deyir ki, bu mənaları ifadə edərsə, burada da yenə qeyd olunubdur. Edərsə deyir ki, tərkib yaratmış olacaq. Məsələn, kənddə olmaq. Burada olmaq sözü bir müstəqil mənalı sözdür. Kənddə iki müstəqil məna olduğuna görə biz buna deyirik ki, tərkib yaradıbdır. Dev sırasında yazılan tək mürəkkəb fe'llərdə məstər, fe'li sifət, fe'li bağlama şəkillərinin işlədilməsi tərkib yaratmır. Məsələn, oturub durmaq. Biz bunu bir sözdür və bir söz tərkib yarada bilmir. Buna söz deyirik. Tərkib yaradılması üçün ən azı 2 söz olması lazımdır. Sonra qeyd edək, qeyd 1-ə baxaq. Dönə-dönə, qoşa-qoşa, tikə-tikə, dama-dama sözləri həm fe'li bağlama ola bilər, həm də zərf kimi, məsələn, həm fe'li bağlama, həm də zərf kimi işlədə bilərik. Məsələn, maşın küçələri dönə-dönə. Yəni burada dönərək bir hərəkət var. Ona görə deyirik ki, burada fe'li bağlamadır. Bunu sizə dönə-dönə, yəni dəfələrlə demişim. Biz bir sözü deyəndə dönmürük. Yəni burada dəfələrlə mənasını verdiyinə görə zərfdir. Paltar tikə-tikə, burada hərəkət bildirdiyinə görə deyirik ki, yəni fe'li bağlamadır. Aldığı əti tikə-tikə, yəni xırda-xırda doğradı. Burada da zərfdir. Arabanı qoşa-qoşa, məsələn, qoşaraq bu şəkilçində, növbəti şəkilçində yerinə qoya bilərik fe'li bağlama. Sinifdə qoşa-qoşa, yəni cüt mənasını verəndə də zərf olur. Su dama-dama, damaraq betonu deşdi. Yəni damır, bir hərəkət var. Bu fe'li bağlamadır. Bir də dama-dama, məsələn, köynək aldım. Burada da sifətdir. Sonra bəzən eyni nümunəni həm fe'li sifət, həm fe'li bağlama kimi düşünmək olar. Dərsi danışanda həyəcan duydum. Bu cümlədəki, yəni məsələn, dərsi danışanda sözünü biz həm fe'li sifət kimi, həm də fe'li bağlama kimi düşünə bilərik. Nə zaman düşünə bilərik? Məsələn, əgər dərsi danışan adamda deyiriksə, məsələn, deyirəm ki, dərsi danışan adamda mən həyəcan duydum. Məsələn, kimsə dərsi danışır, mən də deyirəm ki, dərsi danışanda, yəni danışan adamda mən həyəcan duydum. Onda fe'li sifət olur. Və
dərsi danışan zaman və yaxud deyirəm ki, o dərsi danışan zaman həyəcan duydum. Nə vaxt, nə zaman? Burada da nə vaxt, nə zaman sualına cavab verdiyinə görə feili bağlama olur. Öncədən hazırlanmamış uşaqları gətirməyin. Bu cümlədəki təsvirlənməyən feil həm öncədən hazırlaşmayan, mayan, an dedikcə nədir? Feili sifətin şəkilçisi. Yəni öncədən hazırlaşmayan, ya bunun yerinə mayan qoyursansa, mayan olur feili sifət. Madan qoyursa, madan, hazırlaşmadan madanı qoyurduqsa, olur feili bağlama olur. Burada nə? Feili bağlama olur. Feili bağlama olur və feilin şərt məzmununu bildirir. Biz əvvəl izah edəndə demişdik ki, maddəni mayanla, məsələn, oxumasan, öncədən hazırlaşmasan, məsələn, hazırlaşmasan uşaqları gətirməyə, madan, masan, bunları əvəz edə biliriksə, olur feili bağlama. Mayanla əvəz ediriksə, feil sifət olmuş olacaq. Aha. Bir də qeyd edim ki, tərkibin əvvəlindəki, yəni məsdər tərkibinin, feil bağlama, feili sifət tərkibinin qabağındakı təyin ayrılmır. Biz bunların qabağındakı sözü təyin kimi götürmürük. Hamısını birlikdə bir tərkib yaradır. Amma ismi birləşmənin qarşısındakı təyini biz ayrıca təyin kimi götürürük. İsmi birləşməyə qatmırıq. Bunu da qeyd etmiş olduq. Sağ olun, salamat qalın. Sonda isə bəyənib, abunə olmağı, rəy yazmağı unutmayın.